Və 210 Kozanın üst saçqası. Mercedes 210 Koza. Bir çox maşınlar olsaydı heç getməzdi, altından çıxardı. Gün ərzində neçə kilometr sürürsən qardaş? Minimum 200. Minimum 200 sürülür gün ərzində kilometr. Sökmüşük, arxalı qabaqlı. Üstündən çıxan detallarla sökmüşük, hamısı yeniləri qoyulacaq. Arxa tiaqajı o vəziyyətdədir ki, laqonda ilə kəsilib çıxdı. Arxa üst qollar, balaca qollar, qabaq tiaqalar. Hələ sökəcək, hələ ardı gələcək. Arxa iqraşilər söküləcək. Amortisatorlar çıxacaq. Hər iki tərəf. Darlı qabaqlı, yenisi qoyulacaq. Arxa sırğalar asılacaq. Bu üst saçqa yeniləri Lemperderlə. Yəni hansı firma ilə yığırıq? Lemperderlə yığırıq hamısını. Arxa üst qollardır, iqraşilər, yeni iqraşilər, razvani vtulkalar, çiğ yağla olan. O bir çoxu deyir, o yağı qutarıb nə olub? Yox, elə deyil. Yağın olan var, yağsız olan var. Arxa amortisatorlarda, qabaq amortisatorlarda çək. Qabaq tərəf hələ söküləcək, hələ ardı gələcək. Lavoy vtulkalar söküləcək. Lavoy vtulkalar, lavoy yerində sağa sola lift verir. O da dəyişiləcək. Amortisatorlar hələ üstündədir, onlar da söküləcək. Bütün hamısı o tüdo yığılacaq, olacaq ideal. Maşında olan bütün səs-küy aradan qalxacaq.